Münhen yoxsa Barselona? Sadiq salam, bugün 6 kuboq qazanmış 2 əfsanəvi klubu müqayisə edirik. Victor Valdes yoxsa Manuel Neuer? Hətta Buffon belə olsa yenə Manuel Neuer. Abidal yoxsa Alfonso Davies? Sürətinə görə Alfonso Davies seçəcəm. Pique yoxsa Alaba? Pique. Çünki məncə Barselonanın əfsanəvi müdafiəçiləri arasındadır. The feds is watching, niggas plotting to get me. Will I survive? Will I die? Come on, let's Xavi yoxsa Kimmich? Bir mənalı Xavi. Iniesta yoxsa Thiago Alcantara? Thiago Alcantara çox möhtəşəm karyeraya sahibdir, amma biz burada məncə özünü belə çağırıb desək ki, kimi seçərsən, o rəqibini seçərdi. Honey, I see you looking at me. I'm ready to go with you if you want me. 'Cause baby, Samuel Eto'o yoxsa Robert Lewandowski? Samuel Eto'nu Afrika oyuncuları arasından seçim eləsəydik seçərdik, amma Robert Lewandowski Çempionlar Liqasında ən çox gol vuran 3-cü oyuncudur. Buna görə Lewandowski. Bu mənim seçimlərim idi. Sən isə öz fikirlərini rəylərdə yaza bilərsən.